Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bu gün güvənin 20 sınağının 6-cı sınağının izahını sizlərə təqdim edəcəm. Gəlin vaxt itirmədən başlayaq 6-cı sınağın izahına. Birinci sualda qeyd olunur ki, iqlim diaqramı hansı iqlim yarımtipinə aiddir? Baxın, biz diqqətlə iqlim diaqramını təhlil etsək, görərik ki, yağıntıların əsas hissəsi qışda düşüb və ümumi yağıntıların miqdarı da yüksəkdir, 1402 mm. Temperatur 14, orta illik temperatur 14 dərəcə və temperatur da yayda 25 dərəcəyə orta illik temperatur yaxın olur, qışda isə əsasən 0 dərəcə. Biz müqayisə etdiyimiz zaman yağıntıların bu qədər çox düşdüyü, əsas hissəsinin qışda düşdüyü iqlim diaqramını bilirik ki, bu uyğun gələr yayı quraq keçən mülayim isti iqlim tipinə. Yəni, deməli, əsasən Lənkəran, Astara zonasına. Deməli, düzgün cavab olacaq A cavabı, A bəndi. Yayı quraq keçən mülayim isti iqlim. Bu diaqram kitablarda, dərsliklərdə də bu şəkildə verilir və yayı quraq keçən mülayim isti iqlim tipinə aid olduğu qeyd olunur. Keçək ikinci suala. Qeyd olunur ki, illik günəş radiasiyasının miqdarı daha çoxdur. Biz qeyd edirik ki, illik günəş radiasiyasının miqdarı Azərbaycanda ən çox olacaq Zəngəzurun yüksək dağlıq hissələrində. Aydındırmı? Bunu bir mənalı olaraq yadınızda saxlayın. İllik günəş radiasiyasının ən yüksək miqdarı Zəngəzurun yüksək dağlığında olacaq. 3-də qeyd olunur ki, hansı düzənlikdə geotermik pillə daha kiçikdir? Biz qeyd edirdik ki, geotermik pillə daha kiçik olur geosinkronallarda, daha böyük olur platforma və daimi donuşluq sahələrində. Deməli, biz burada geosinkronal cavan ərazi seçməliyik. Şərqi Avropadır, Böyük Çindir, La Platadır, Qərbi Sibirdir. Bunlar platformaya uyğun gəlir olmaz. Amma Padanovalığı Alp-Himalay geosinkronal qurşağında yerləşən ərazidir və burada geotermik pillə daha kiçik olacaq. Üçüncü sualın düzgün cavabı olacaq Y bəndi. Dördüncü sualda qeyd olunur ki, okean cərəyanları haqqında hansı fikir səhvdir? Baxaq. Coriolis qüvvəsinin təsiri ilə cərəyanlar şimal yarımkürəsində sola, cənub yarımkürəsində isə sağa meyl edirlər. Baxın, əksinə. Elə bu səhvdir. Çünki şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edir okean cərəyanları. Deməli, səhv olacaq A, yəni A-nı götürək. Baxaq digər variantlara da. B-də deyir, isti cərəyanların suyu soyuq cərəyanlara nisbətən daha duzlu olur, bəli, buxarlanma çox olduğu üçün. C-də qeyd olunur, labrador cərəyanı Şimali Amerikanın temperaturunun aşağı düşməsinə səbəb olur. Bəli, təbii ki, Şimali Amerikanın şimal-qərb hissəsinə təsir edir. D-də qeyd olunur ki, Avropanın Atlantik okeanı sahillərində havanın rütubətlə doymasına Şimali Atlantik və Norveç isti cərəyanları səbəb olur. Təbii ki, biz bunu qeyd edirik. Cənubi Amerikada mülayim iqlim qurşağında Atlantik okeanı sahillərində iqlim formalaşmasına soyuq Falkland cərəyanı təsir edir. Əlbəttə, qərb küləkləri cərəyanının bir qolu olan soyuq Falkland cərəyanı təsir edir. Deməli, Y-də düzgündür. Dördüncü sualın düzgün cavabı olacaq A. 5-də qeyd olunur ki, Apalaç dağlarına aid xüsusiyyət. Biz bilirik, Apalaç Şimali Amerikada yerləşən qədim dağdır. Ən hündür nöqtəsi 2037 metr Mitchell zirvəsi Hersin və Kaledon qırışıqlığında yaranmışdır. Şimal hissəsi Kaledon, cənub hissəsi Hersin qırışıqlığında. Baxaq. Hindukuş dağlıq sistemi ilə eyni yaşdadır. Xeyr, Hindukuş Alp qırışıqlığında yaranıb. Kaynozoyda təkrar fəallaşmağa başlamışdır. Biz bilirik, bunlar Altay-Sayan Tian-Şan idi, Apalaç yox, yanlış. Paleozoy erasında yaranmışdır. Bəli, Kaledon və Hersin hər ikisi Paleozoya aiddir. Aid olduğu materikin ən uca zirvəsi yerləşir. Xeyr, Kordilyerdə Denalidir, Şimali Amerikada. Litosfer havalarının divergent sərhədində ümumiyyətlə sərhədlərdən kənarda yerləşəcək. 5-ci sualın düzgün cavabı olacaq C bəndi. 6-da qeyd olunur ki, doğru olmayan sıraları müəyyən edin. Baxaq. Faydalı qazıntı, alunit, zəylik, bu düzgündür, götürməliyik. Qızıl, Vejnəli, Zəngilanda, bu da düzgündür. Baxın, 1, 2 olan cavabları çıxarıq. Elə düzgün cavab D olaraq çıxır. Görürsünüz necə rahat tapmaq olar bu cür suallarda cavabları. 3-də qeyd olunur ki, deməli, Lövçay bu dəmir filizə ehtiyatlıdır. Xeyr, bu civədir, Ağyataq Şortbulağı, Lövçay Kəlbəcərdə. Deməli, yanlış olduğu üçün götürək. Qaradağ mis bu düzgündür. Gədəbəydə daş kömürü. Ümumiyyətlə, Azərbaycanda daş kömürü ehtiyatı yoxdur. 5 yanlış.
Neft Paraqçayda Molibden olur. Aydındırmı? Naxçıvanda, Ordubadda. Deməli 3, 5, 6. D variantı olacaq 6-cı sualın düzgün cavabı. 7-də isə qeyd olunur. Doğru fikri müəyyən edin. Baxaq. Tornado Cənubi Amerikada dağıdıcı qüvvəyə malik olan bronqanvarı qasırğadır. Şimali Amerikada biz deyirik. Onun üçün bu yanlış. Afrikada Böyük Səhradan cənubda Səhra və Savanna zonaları arasında yerləşən hissə sahil adlanır. Bəli. Baxın, elə bu düzgündür. Sahil adlanır doğrudan da. C-də deyir, tayfunlar güclü yağışların müşahidə olunduğu mülayim enliklərin antisiklonlarıdır. Xeyr, tayfunlar biz qeyd edirik ki, tropik enliklərin siklonlarıdır. C yanlış. D-də qeyd olunur ki, Şimali Amerikada tropik qurşaqda Kaliforniya cərəyanının təsiri ilə materikin qərb hissəsi bol yağıntı alır. Şimali Amerikada Kaliforniya cərəyanı bəli var, təsir edir, amma tropik qurşaqda yox, mülayim qurşağa düşür. Deməli, D-də yanlışdır. Y-də qeyd olunur ki, Asiyada subtropik qurşaq bütöv zolaq əmələ gətirməyərək Tibet yaylasında qırılır. Xeyr, subtropik qurşaq Avrasiyada tam zolaq əmələ gətirir. Deməli, Araq dənizi sahillərindən başlayaraq Sakit okeana qədər tam zolaq əmələ gətirir. Lakin tropik qurşaq Asiyada tam zolaq əmələ gətirmir, o da Tar səhrasında qırılır. Deməli, bu da yanlış. Düzgün cavabımız oldu B. 8-də qeyd olunur ki, vulkanogen effuziv çökmə süxurların yayıldığı ərazi Azərbaycanda Dərələyəz və Talış silsiləsində yayılır. Vulkanogen effuziv süxurlar. B-ni, C-ni, D-ni, Y-ni çıxarıq. Talış silsiləsi olar A bəndi. 9-da qeyd olunur ki, Xuanxe və Mekong çaylarına aid xüsusiyyətlər. Mekong Cənub-Şərqi Asiyada, Xuanxe isə Şərqi Asiyada deməli yerləşən çaylardır. Və bunların oxşar xüsusiyyətlərinə baxaq. Yalnız bir ölkənin ərazisindən axır. Xuanxe bəli, Mekong xeyr. Hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Xeyr, bax elə Xuanxedə bir işıqlanma qurşağı, şimal mülayim işıqlanma qurşağında yerləşir. Mekongda onlar 2. Deməli, şimal mülayim və tropik. Deməli, A yanlış, B yanlış. Musson rejimli çaylardır. Bəli. Biz qeyd edirdik ki, Cənubi-Şərqi, Şərqi Asiyanın çayları musson rejimdə olur. Xuanxe, Yansızı, Mekong, Hind, Gang, Salween, Brahmaputra bunlar musson rejimli çaylardır. Əsasən yay aylarında yağıntılar çox düşür və yay aylarında bol sulu olurlar. Mənsəbi Sərdənizdə yerləşir. Yanlış, tranzit çay hesab olunur. Xuanxeyə aid edə bilmərik. Deməli, 9-cu sualın düzgün cavabı olacaq C. 10-cu sualda qeyd olunur ki, Pasxa adası hansı tavalarının divergent sərhədində yerləşir? Pasxa Sakit okeanda, Cənubi Amerikanın deməli qərb hissəsində yerləşir və Naska ilə Sakit okean litosfer tavalarının divergent sərhədində yerləşir. Düzgün cavab onda A. 11-də qeyd olunur ki, Qız qalası, su qovuşan, Varvara su anbarlarının üzərində yerləşdikləri müvafiq çaylar. Qız qalası Araz çayının üzərində tikildi. Su qovuşan Tərtər çayının üzərindədir. Kür isə, Varvara isə Kürün üzərində. Düzgün cavab alacaq 11-də B. 12-də qeyd olunur ki, Şimali Amerikanın relyef vahidlərindən hansı daha qərbdə yerləşir? Baxaq, Colorado platosu Ant dağlarında, Mississippi ovalığı daha şərqdədir, Mississippi çayında. Lavrentiya yüksəkliyi Labrador yarımadasında, mərkəzi düzənliklər. Aha, baxın, sahil sıra dağları. Sakit okeanın sahilində yerləşir və materikin ən qərb hissəsində yerləşən relyef vahididir. 12-ci sualın düzgün cavabı Y. Sahilləri Hind okeanının suları ilə yuyulan yarımadalar. Baxaq, Antarktidanın sahilləri deməli Hind, Sakit və Atlantik okeanının suları ilə yuyulurdu. Lakin Cənub okeanını biz qəbul etdikdən sonra qeyd edirik ki, Cənub okeanının suları ilə yuyulur. Ərəbistan Hind okeanı olar. Deməli A yanlış. Florida, Atlantik okean, Scott, Sakit okean, Cape York həm deməli Hind, həm biz qeyd edirik ki, Sakit okeana aiddir. Koreya Sakit okean. Bu yanlış. Hind üçün deməli Sakit okean, Kiçik Asiya, Araq dənizi, Atlantik okean, Arnhem Hind okeanı, Somali Hind okeanı. Düzgün cavab 13-cü sualda Y bəndi. 13-də qeyd olunur klasteri tamamlayın. Okean səviyyəsindən yuxarıda yerləşir.
Deməli, baxın, Orta Dunay ovalığını çıxarıq. Denudasyon düzənlikləridir. Bəli, deməli, dəqiq çıxarıq. Çünki denudasyon deyirsə, yaylalar olacaq. Ovalıqları çıxarıq. Qaldı İran Dekan Orta Sibir. Zəlzələ müasir dağımələ gəlmə zonasına daxildir. Dekandan Orta Sibir platformadır. Deməli, qalacaq İran yaylası. Həm okean səviyyəsindən yuxarıdadır, həm denudasyon düzənlikdir, yəni yayladır və zəlzələ və müasir dağ əmələ gəlmə zonasına daxildir. Danimarka boğazı hansı okeanları bir-birinə birləşdirir? Şimal buzlu və Atlantik okeanları. 15-ci sualın düzgün cavabı B. Bataqlıqların yaranma səbəblərindən deyil. Yağıntıların miqdarının buxarlanmadan çox olması aiddir. Qurunç sularının sətə yaxın yerləşməsi yeraltı sulara aiddir. Daimi donuşluğun olması aiddir. Dağlıq relyef və güclü sətəxına aid olmaz. Zəif sətəxına əsasən olacaq. Güclü sətəxınında bataqlıqlar yaranmaz. Çaylarda gürsulluq dövrünün davamlı olması bu da aiddir. Deməli, 16-da aid olmayacaq D. 17-də qeyd olunur ki, tropik işıqlanma qurşağında yerləşən körfəzlər. Ədən tropikdədir. Deməli, Carpentaria tropikdə olar. Biskay yox, İran yox, La Plata yox, Siam bəli olar. 1-2-6. 17-ci sualın düzgün cavabı olacaq D. 18-də qeyd olunur xəritə sxemə əsasən adalar arası dənizləri müəyyən edin. Baxın, 1-də Baffin dənizi bu olar. 1-i götürək. 2 Oxot dənizi olmaz. 2-ləri çıxaq. 3 deməli, Filippin dənizi. Bəli, 3-ü götürərik. 4 Cənubi Çin dənizi də olmaz. 4-ü də çıxaq. Qalır A və C. 5 Yava dənizi. 5-i də götürərik. Bax, deməli, elə 1, 3, 5 olacaq. 6-da Mərcan dənizi, deməli, adalar arası dəniz yox, kənar dəniz olacaq. Düzgün cavab 18-ci sualda C. 19-da qeyd olunur Azərbaycanla qonşu ölkələr arasında sərhəd təşkil edən müvafiq çaylar. Samur çayı biz bilirik ki, Rusiya ilə, Qanıq çayı biz bilirik ki, Gürcüstanla, Bolqar çayı İranla, Araz çayı isə deməli Türkiyə ilə sərhəddir. Araz çayının həm İran sərhədi də var, lakin burada bizə Türkiyə də verildiyi üçün və Bolqar çayı da verildiyi üçün biz bu şəkildə götürərik. Deməli, baxın, 1B, 2C, 3A, 4D. Düzgün cavab olacaq 19-cu sualda D. 20-ci sualda qeyd olunur ki, K və L məntəqələri arasında temperatur fərqi 4,2 dərəcədir. Baxın, K, L. Gəlin, buradan kəsmə yüksəkliyi tapaq. 4,2-ni nə edərik? Baxın, 4,2 neçə metr olduğunu tapmaq üçün X yazarıq. Düzdürmü? 6 dərəcəyə isə yazarıq 1000 metr. 4,2-ni 1000-ə vurub 6-ya bölsək, 420-yi 6-ya bölsək, X bərabər olur neçəyə? 700-ə. Deməli, baxın, biz kəsmə yüksəkliyi tapdıq, 700 oldu. İndi deyir, birinci çayın meyilliliyi 2,1 metr bölünsün kilometrdir. Baxın, birinci çay. Görək, birinci çayın uzunluğu nə qədərdir? Horizontalları sayaq. 1, 2, 3, 4, 5, 6 horizontal. Kəsmə yüksəkliyi də 700. Deməli, 6-nı vurarıq 700-ə. Deməli, bu edər, baxın, birinci çayın uzunluğu edəcək 4200. Düzdürmü? Daha doğrusu, hündürlük. Birinci çayın başladığı hündürlüyü olacaq 4200 metr. Hələ uzunluğunu tapmamışıq. İkinci çayın uzunluğunu tapsaq. Baxın, 1, 2, 3, 4. Daha doğrusu, hündürlüyünü tapsaq. 4 horizontal, 7-yə vursaq 28, yəni 2800. İkinci çayın hündürlüyü isə 2800 metr olacaq. İndi biz bu çayların uzunluğunu tapmalıyıq. Birinci çayın uzunluğunu gəlin tapaq, sonra ikinci çayın uzunluğunu tapaq. Necə taparıq? Baxın, qeyd olunub ki, birinci çayın meyilliliyi 2,1 metr bölünsün kilometrdir. Bizə meyillilik verilib, düzdürmü? Və mütləq hündürlüyümüz də var. Deməli, biz nə edərik? 4200-ü bölərik neçəyə? 2,1-ə. Aydındır mı? Baxın, biz çayın uzunluğunu tapmaq üçün
L bərabərdir. Çayın düşməsi, hündürlüyü bölünsün çayın meyliliyi. Aydındırmı? Və 4200-ü 2,1-ə bölərik. Deməli, birinci çayın uzunluğu olacaq 2000 kilometr. İkinci çayda isə, baxın, ikinci çayın düşməsi 2800-dür. Meyliliyi 1,6. 2800-ü bölərik 1,6-ya. Bu da edər 1750 kilometr. Aydın oldu mu necə tapdıq sualın düzgün cavabını? İlk öncə kəsmə yüksəkliyi tapdıq, ardıcıllığa diqqət edin. Daha sonra birinci və ikinci çayın düşmələrini tapdıq. Meyliliyə bölməklə uzunluqları tapdıq və bizə deyir ki, çayların uzunluqları arasında fərqin neçə kilometr olduğunu hesablayın. 2000-dən 1750-ni çıxarıq, bu da edər 250 kilometr. 20-ci sualın düzgün cavabı olacaq B. 21-də qeyd olunur ki, 21 mart tarixində 70 dərəcə qərb uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Baxın, 21 mart tarixində biz qeyd edirik ki, günəş, daha doğrusu günəş bəli, ekvator üzərində zenitdə olur və şimal və cənub yarımkürəsində gecə-gündüzün uzunluğu 12 saata bərabər olacaq. Deməli, 21 martda 70 qərb uzunluğunda günəş çıxır. 12 saat sonra deməli elə yenə 70 qərb uzunluğunda batacaq. Aydındırmı? Günəş çıxırsa səhər məsələn 6-da, daha sonra yenidən axşam 6-da 12 saat sonra batacaq, yenə həmin uzunluqda. Aydındırmı? 70 qərb uzunluğunda batacaq. Elə düzgün cavab olacaq C bəndi. 22-də qeyd olunur ki, 1 bölünsün 5 milyon miqyaslı xəritədə 4 cənub enliyi və 11 şimal enlikləri arasındakı meridian üzrə məsafə 33 sm olarsa, tərifi hesablayın. Gəlin birinci miqyas və xəritədəki məsafəyə əsasən həqiqi məsafəni tapaq. Baxın, miqyas olacaq 50 kilometr, vurulsun 33 santimetrə, 1650 kilometr edəcək. 1650 kilometr etdi həqiqi məsafə. Daha sonra isə, baxın, biz 4 cənub enliyi və 11 şimal enliyi arasındakı məsafəni taparıq. Bunlar arasında 15 dərəcə fərq var və bu 15 dərəcəni də 1660, daha doğrusu 15-i 111-ə vursaq edər 1665 kilometr. Və bunların fərqini taparıq. Bu da edəcək 15 kilometr. Aydındırmı? Yəni 22-ci sualın düzgün cavabı olacaq D. Keçək açıq tipli suallara. 23-də qeyd olunur ki, cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Eksogen proseslər morfoskulpturlar. Biz bilirik, morfoskulptur daha kiçik relyef formalardır. Yəni, mezo və mikro formalar. Eksogenda xarici qüvvələr. Buzlaqların fəaliyyəti. Buzlaqların iki cür fəaliyyəti olur. Dağıdıcı və yaradıcı. Dağıdıcı adlanır ekserasiya. Sir, kar və türk dərələrə aiddir. Yaradıcı isə buzlaq akkumulyasiyası, moren, təpə və tirələri daxildir. Deməli, bu düzgündür. Buzlaqların fəaliyyəti kar olacaq. Düzgün olduğu üçün götürməliyik. 2. Dalğaların fəaliyyəti terikon. Xeyr, dalğaların fəaliyyəti adlanacaq abrazyon, abraziya. Abrazyon düzənliklər. Terikon təpələr isə faydalı qazıntıların toplanması nəticəsində yaranır. Deməli, bu yanlışdır, götürək. Küləyin fəaliyyəti düyüm. Bəli, düyüm, Barxan, Şahid dağlar, qum təpələri küləyin fəaliyyəti, çovrulması, deflyasiya nəticəsində yaranır. Bunu da çıxarıq. Yeraltı suların fəaliyyəti mağara, bəli, kars prosesləri. Bu da düzgündür. Buzlaqların fəaliyyəti qobu. Xeyr, qobu buzlaqların fəaliyyəti olmaz. Arid denidasyon relyefi olacaq. Yarğanın son mərhələsi olacaq. Deməli, bu da yanlış olduğu üçün bunu da götürərik. 23-cü sualın düzgün cavabı olacaq 2 və 5. 24-cü sualda qeyd olunur ki, çay şəbəkəsinin sıxlığı 0,5 km bölünsün kilometr kvadrat. Stoplayıcı övzəsinin sahəsi isə 1200 km kvadratdır. Deməli, əsas çayın qollarının uzunluqları cəmini 220 km olduğunu bilərək, əsas çayın uzunluğunun neçə kilometr olduğunu müəyyən edin. Deməli, biz burada çay şəbəkəsinin sıxlığı 0,5 km bölünsün kilometr kvadrat. Stoplayıcı övzənin sahəsi 1200 km kvadratdırsa, biz burada çayın uzunluğunu tapmaq üçün nə edərik? Yenə L bərabərdir.
deməli hövzə bölünsün, daha doğrusu vurulsun çay şəbəkəsinin sıxlığı. Aydındırmı? Biz bu şəkildə çayın ümumi uzunluğunu taparıq. Yəni 1200-ü 0,5-ə vurarıq. Bu edəcək 600. Deməli çayın uzunluğu 600 kilometrdir. Və bizə deyir ki, əsas çayın qollarının uzunluqları cəmi 220 kilometr olduğunu bilərək, əsas çayın uzunluğunun neçə kilometr olduğunu tapın. Deməli, qolların uzunluğu 220 kilometr, ümumi 600 kilometrdirsə, 600-dən 220-ni çıxarıq. Bu da edər 380 kilometr. 24-cü sualın düzgün cavabı olacaq 380 kilometr, yəni əsas çayın uzunluğu. 25-ci sualda qeyd olunur ki, hansı göllərin çuxurları şəkildə göstərilən tektonik struktura uyğun gəlir? Bu struktur nədir? Qraben. Deməli, qalxmalar Horst, enmələr Qraben. Qrabendə yaranan göllər. Baxın, Baykal olar, Tanganika və Nyasa olar. Bunlar Qrabendə yaranan dərin sulu göllərdir. Lobnor, Çad bunlar əyilmə zonasında yaranar, Qrabendə yaranmaz. Deməli, 25-ci sualın düzgün cavabı olacaq 3, 4, 5. 26-da qeyd olunur ki, okean dərinliyindəki batiskafın içərisində olan hidronavtların göndərdiyi səs siqnalı 2,7 saniyə sonra gəmidəki heyətə çatıbsa, onlar neçə metr dərinlikdə olublar? Biz bilirik ki, 1 saniyəyə 1500 metr yol gedir. Deməli, göndərilən səs siqnalı exolot və okeanın dərinliyindədirlərsə bu tədqiqatçılar, deməli biz nə etməliyik? 2,7-ni vurmalıyıq 1500-ə. Baxın, okeanın dibində batiskafın içində olan hidronavtlar səs siqnalı göndəriblər və okeanın səthinə 2,7 saniyədən sonra çatıb. Biz bunu necə hesablayarıq? Biz bilirik 1 saniyə 1500, 1 saniyədə 1500 metr yol gedir. 2,7 saniyədə nə qədər yol gedər? Baxın, tənasübü belə qurmalıyıq. 2,7-ni də 1500-ə vurduğumuz zaman edəcək 4050 metr. Deməli, okeanın bu hissəsində dərinlik 4050 metr olacaq. Keçək 27-ci suala. Qeyd olunur ki, uyğunluğu müəyyən edin. Yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim. Baxın, yayı quraq keçən mülayim isti iqlim, gəlin yazaq. Baxın, 1, 2 və 3. Yayı quraq keçən mülayim isti iqlim olacaq. Baxın, Y-də, Lənkəranda və Böyük Qafqazın cənub şərqində, yəni D-də. 1 olacaq Y və D. 2 qışı quraq keçən mülayim isti iqlim. Baxın, Kiçik Qafqazın dağətəyi ərazilərini böyük sahədə əhatə edəcək və Böyük Qafqazın yenə cənub-qərb yamaclarını əhatə edəcək. A və B. Yağıntıları bərabər paylanan mülayim isti iqlim olacaq Böyük Qafqazın şimal yamaclarında. 3 olacaq C. Aydındırmı? 1 Y-də, 2 A-B, 3 C. Keçək indi situasiya üzrə olan tapşırıqların izahına. Qeyd olunur ki, A cərəyanı Cənubi Amerikanın qərb sahilləri boyu şimaldan cənuba doğru hərəkət edir. Bu cərəyan keçdiyi sahillər boyu buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin yüksəlməsinə səbəb olur. Deməli, soyuq cərəyandır. A cərəyanı qərb küləkləri cərəyanının qollarından biri hesab olunur. Baxın, biz bilirik ki, qərb küləkləri cərəyanının qolları Cənubi Amerikada Peru Falkland, Afrikada Bengel, Avstraliyada isə Qərbi Avstraliya soyuq cərəyanlarıdır. Və bu Cənubi Amerikanın qərb sahilləri boyu şimaldan cənuba gedirsə, deməli Peru cərəyanıdır. Cərəyanımızı tapdıq. Hansı oldu? Peru soyuq cərəyanı. Görək bizdən nə soruşur? 28-ci tapşırıqda deyir cərəyanı, A cərəyanı qeyd etdik ki, Peru və temperatur şəraitinə görə hansı cərəyanlardan hesab olunduğunu müəyyən edin. Temperatur şəraitinə görə də olacaq soyuq. 28-ci sualın cavabı Peru və soyuq.
29-dan qeyd olunur ki, A cərəyanı Cənubi Amerikada hansı iqlim şəraiti yaratdığını, isti və quraq iqlim şəraiti yaradır, çünki soyuq cərəyandır və buna sübut olaraq nümunə yazın. Məsələn, baxın, biz qeyd edirdik ki, Cənubi Amerikada Atakama səhrasını yaradırdı. Hansı cərəyan? Peru soyuq cərəyanı. Aydınmı? Daha yazmıram burada, yadınızda qalsın. Deməli, soyuq cərəyan ümumiyyətlə keçdiyi ərazidə isti və quraq temperatur şəraiti yaradır. Və biz Peru cərəyanına xüsusi olaraq nümunə çəksək, qeyd edərik ki, bu Atakama səhrası dünyada ən az yağıntının düşdüyü səhralardan biri olan Atakama səhrasını nümunə gətirərik. 30-da qeyd olunur ki, qərb küləkləri cərəyanının A cərəyanından başqa yaratdığı digər qolları yazın. Bayaq dedik. Baxın, Cənubi Amerikada elə Falklanddir, Afrikada Bengeldir, Avstraliyada Qərbi Avstraliya soyuq cərəyanıdır. Bunlar qərb küləklərinin soyuq cərəyanları hesab olunur. Test izahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.